cümə gününün ən üstün əməllərindən birinin məhz o həzrətə salavatın göndərilməsidir. Peyğəmbər əleyhissalam buyurur ki, cümə günü mənə salavat göndərməyinizin sayını artırın. Yəni, çoxlu sayda salavat göndərin. Başqa bir hədis İmam Cəfər-i Sadiq əleyhissalamdan nəql olunur. İmam Əhl-i Beyti Əshab-ı Cümə adlandırır. Cümə əshabı, cümə ilə münasibət qurub, o gündə müxtəlif ibadətlər etmək. Həzrət buyurur ki, biz Əhl-i Beyt cümə gününün sakinləriyik. Cümə gününün sahibləriyik, dostlarıyıq. Digər bir hədisdə isə biz görürük ki, cümə gününün özünə məxsus əməlləri var. Bizim fəqihlərimiz də, Allah onlardan razı olsun, yazdıqları şəriət kitablarında qeyd edilmiş bu və ya digər hədislər əsasında cümə gününün həm özünə məxsus fəzilətlərini, həm də o günün özünə məxsus əməllərini bəyan ediblər. Həm Peyğəmbər əleyhissalamdan, həm də İmam Sadiq əleyhissalamdan belə bir hədis nəql olunur. Hər kəs cümə günü qusul etsə, Allah onun günahlarını yuyub aradan aparar, onu təmiz, pakizə bir insana çevirər. Deməli, bəyəniləndir ki, əziz möminlər, hər cümə günü qusul edək. Çünki qusul, hədisdə buyurduğu kimi, bizim əməl dəftərimizdə olan bütün günahlarımızı yuyub aradan aparar. Cümə gününün bəyənilən digər bir əməli bu gündə Qur'an-ı Kərimdən çoxlu sayda ayə və surələrin oxunmasıdır. İmam əleyhissalam buyurur ki, hər kəs Kəhf surəsini tilavət edə, oxuya, nə vaxtı? Yevməl cümə, cümə günü. Onun üzü nurlanar, o işıqlanar, ziyalı bir şəxsə, nurani bir şəxsə çevrilmiş olar. Digər bir hədisdə biz görürük ki, cümə günü uca Rəbbimizin yanında o qədər dəyərli və qiymətli bir gündür ki, o günün qiymətini bilmək, o günün dəyərini bilmək hər bir möminə vacib edilmiş və hətta cümə gününün bizim üzərimizdə haqqı olduğu bəyan edilmişdir.